Bütün insanlar Allah'a dönəcəklər. İnnə lillahi və innə ileyhi raciun. Bütün insanlar ruh ki bədəndən çıxdı, insanı aparıb qoyacaqlar torpağın altında, dəfn eləyəcəklər. Sən bunu istəsən də, istəməsən də bu cürdür. İslam Peyğəmbəri buyurur ki, bədənləriniz bu dünyadan çıxmamışdan qabaq, qəlblərinizi çıxardın bu dünyadan. Ruh ki bədəndən çıxdı, səni buradan çıxardacaqlar. Amma bədənləriniz bu dünyadadır, siz qəlblərinizi çıxardın bu dünyadan. İskəndər Zülqərneyn böyük bir dənə qoşunla gəlir Hindistanı fəth eləməyə. Gəlir, çatır, görür ki, yolun ortasında bir dənə arıq, qoca bir dənə kişi dayanıb, əlində çomaq, söykənib çomağa dayanıb. Atın sürdü qocaya tərəf. Dedi, sən kimsən? Qoca baxdı özünə. Baxdı əlindəki çomağa. Sonra baxdı İskəndərə. Baxdı İskəndərin mindiyi ata. Sonra baxdı İskəndərin arxasında dayanan, ucu bucağı görsənməyən böyük bir qoşuna. Dedi, sənə baxanda mən hissat. Sən kimsən? İskəndər dedi, mən İskəndərəm. Şahzadə İskəndər, sərkərdə İskəndər, padişah İskəndər də titulların başladı saymağa. Eşitmişsən? Dedi, hə, eşitmişəm. Xeyr ola. İskəndər dedi, gəlmişəm Hindistanı fəth eləyəm. Kişi dedi, yaxşı. Tutalım sən Hindistanı fəth elədin. Nə olasın? İskəndər dedi, Hindistanda şah olacaq. Qoca dedi, yaxşı. Hindistanda şah oldun. Sonra nə olasın? Gedib dünyanı fəth eləyəcəm. Tutalım dünyanı fəth elədin, nə olacaqsın? Dünyada şah olacaq. Tutalım dünyada şah oldun, sonra nə olasın? İskəndər baxır, deyir, sonra da hissat. Qoca baxır İskəndərə, deyir, sən bu qədər iş görəcəksən, axırda hissat olacaqsan, mən elə indidən hissadam. Məliki yevmiddin. Qiyamət gününün şahı Allah'dır. Görün dünyada nə qədər şahlar gəldi getdi. Nə qədər Allah mənəm deyənlər gəldi getdi. Şəddadlar, Nəmrudlar, Fironlar, onların asarı da qalmadı. Onların qəbirləri də bilinmir. Quran buyurur, minha xələqnakum, torpaqdan yaratmışıq sizi. Və fiha nu'idukum, torpağa qaytaracaq sizi. Və minha nuxrizukum tarətən uxra. Yenə torpaqdan qaldıracaq sizi qiyamətin günündə. İnsan torpaqdan yarandı. İnsan yenə torpaq olacaq.